Düşünürəm ki, anadan olanda hər kəsin qulağına 3 dəfə adı söylənsə, mənim qulağıma desən 3 dəfə mətbəx deyilir. İllərdir gözümü soğan kartoşka ilə açıram. Ömrüm günümdə tomatla yağın arasında keçdi getdi. Mənim taylarım Brian Tracy'nin şəxsi inkişaf kitablarını oxuyub beynini inkişaf elətdirsə, mən Napoleon Hill'i də oxusam, yenə də sabaha görəsən nə bişirim sualı ağlımda canlanır. Nəysə, bugünün də menüsünü axşamdan fikirləşib səhər-səhər biraz daha rahat oyandım. Gün ortaya kartoşka presi ilə balıq qızartmışdım. Bu arada qızlar, bilmirəm siz kartoşka presini necə hazırlayırsınız? Mən yuyub doğradığım kartofun üzərinə bir baş soğan doğrayıram. Biraz duru yağ, biraz kərə yağı, biraz da duz əlavə edib qaynadıram. Qaynayıb suyu çəkiləndən sonra 1 stakan bişmiş süd, sarı kök, pul biber qataraq, qəşəng kartof əzənlə əzib qarışdırıram. İnanın ki, dadı çox gözəl olur. Bilmirəm, bu üsulu sınamısınız yoxsa yox, sınasanız inanın ki, dadından doymayacaqsınız. Balıqları da artıq bir neçə müddət ki, airfryerdə qızardıram. Çünki həm mətbəx yağa bulanmır, həm də ki, balığın qoxusu evə çıxmır. Dadı da ki, çox əla olur. Bakıdan gələn gündən də mətbəxi töküb təmizləmək istəyirəm. Bu gün səhər deyə üstündən 15 gün keçibdi. Bu gün çöldə hava soyuq idi, həm də yağışlı idi. Düşündüm ki, elə fürsətli evin içindəykən mətbəxi də töküm. Başlayım yavaş-yavaş təmizləməyə. Bir müddətdir ki, aspiratorumuz xarab olub. Mətbəxdə hava çəkilən yerdə bircə qapıdır. Hava soyuq olduğuna görə onu da çox aça bilmirik deyə. Nəsə bişirəndə bütün par dolur evə. Bu da istər-istəməz şkafların falan üzərinə hopur və tez-tez yağlanır mətbəx. Ona görə də tez-tez təmizləyirəm bu aralar. Çox yorucu işdir, amma yaxşı ki, istifadə etdiyim təmizlik məhsulları çox keyfiyyətlidir. Yağı, kiri anında təmizləyən Prizin Eco Home məhsullarıdır. Bütün bir manatlıqlardan rahatlıqla əldə edə bilərsiniz.